Salam əziz izləyicilərim, Gülün mətbəxinə xoş gəlmisiniz. Bugün mətbəximizdə çiyələk sevənlər üçün çiyələk yemi hazırlayacağım. Çiyələk yemi üçün 2 kiloqram əvvəlcədən yuyub təmizlədiyim çiyələyimiz var. Yarım kiloqram çiyələyi ayırıb kənara qoyuram. Qalan çiyələyi blenderın köməyi ilə püre halına gələnədək əzirəm. Sonra kənardakı çiyələkləri istədiyimiz ölçüdə doğrayıram. Püreni sobaya qoyub 2 kiloqram 400 qram şəkər tozu əlavə edib qaynara düşənədək gözləyirəm. Qaynara düşmüş püremizin içərisinə əvvəlcədən doğradığımız çiyələkləri əlavə edib hazır olanadək bişirirəm. Hazır olmağa 1-2 dəqiqə qalmış 2 çay qaşığı siləmə limon duzunu əlavə edib sobadan götürürəm. Üzərinə yığışan kəfi təmiz yığıram. Cem soyduqdan sonra bankalara yığıb ağzını bağlayıram. Rəngi, ətri və dadı çox gözəldir. Hazırlayan hər kəsə nuş olsun. Videonu sonunadək izlədiyiniz üçün təşəkkür edirəm. Kanalı bəyənib abunə olmağı unutmayın. Allah'a əmanət olun. Gülün mətbəxində yeni videolarda görüşənədək.